Salam yoldaşlar. Bu 45-ci sualın izahını verəcəm. Çünki bu sualı mən qrupa atmışdım. İzahını da vermək istəyirəm. Deməli, Python dilində yazmış proqramın nəticəsini müəyyən edin. Siyahılara aid sualdır və 3 dəyişənimiz var. A, B və S. A və B dəyişənləri siyahı, yəni list tipindədir. S isə cəmdir, yəni bu indi nəyi cəmləyir, axırda onu görəcəksiniz. Deməli, məsələ nədir burada? Gördüyünüz kimi, burada for dövrü vasitəsilə A siyahısına müraciət edib. Və bu zaman nə baş verəcək? Forun bu parametri olan i, bax buradadır. Forun parametri, bax burada i. For i in A. Bu for dövrü vasitəsilə ümumiyyətlə siyahıya iki cür müraciət etmək olar. Bu şəkildə birbaşa müraciət eləyə bilərik. Bir də A-nın əvəzinə belə də yazıla bilər. I in range. Bu zaman burada indeksinə müraciət eləyə bilərik də. Yəni burada 0-cı indeks 3-dür. Yəni 0-cı indeksdə dayanan element 3-dür. 0-dan filancı indeksə qədər belə müraciət eləmək olar. Amma bu daha rahat yoldur. Yəni A-nın bu zaman bütün elementlərinə müraciət olunur. Yəni i parametri, bax forun i'si bu qiymətlərin hər birini alacaq. Yəni bu qiymətlərin hər birini alana qədər dövr eləyəcək bu dövr. Bu dövr i bu qiymətlərin hamısının axırıncını alana qədər davam edəcək. İndi biz nə edə bilərik? Ayrıca bir yerdə i'nin bu qiymətləri, bax i bu qiymətləri alacaq da, A siyahısının bu elementlərini alacaq da. i'nin bu qiymətlərini ayrıca bir yerdə yaza bilərik. 3, 6, 7, 1, 9, 0, 6 və 4. Burası belə. Yəqin ki, bura qədər aydındır. Və keçirik forun daxilinə. Burada bir if şərt operatoru görürük və şərt operatorunun arqumentində belə bir şey var. B count i böyüdür 0. Count nədir? Ümumiyyətlə bu həm sətirlərə, həm də siyahılara aid metoddur. Yəni sətirlərdə də var bu metod, siyahılarda da. Count ümumiyyətlə saymaqla məşğuldur. Yəqin ki, Excel proqramından yadınızdadır. Count funksiyası var Excel proqramında. Saymaqdır işi. Burada da eyni yəni prinsipə qulluq edir. Deməli, B dəyişənin adıdır. Dəyişənin adından sonra nöqtə qoyulur. Metodun adı yazılır. Və metodun arqumentində nə varsa dəyişənin tərkibində ondan nə qədər var sayır. İndi biraz da fikrimi açıq izah edeyim, aydın izah edeyim. Deməli, o deməkdir ki, bax bu i parametrindən B siyahısında, bax B siyahısı burada, B-ni də ayrıca yazıram. 4, 2, 3, 5, 7, 11 və 13. B siyahısı da budur, düzdür? Yəni, bu siyahının içərisində i-dən neçə dənə var, onun sayını çıxardacaq. i-dən neçə dənə var? i də ki, hər dəfə bir qiymət alacaq. Yəni, bir dəfə 3 alır, keçirsən aşağı görürsən, burada 3 nədir? Sonra i ikinci dəfə 6 alır, keçirsən yenə aşağı 6-nın sayını tapırsan və s. Bu şəkildə. İndi və bu say çıxardacaq bizə. B count i say çıxardacaq. 1, 2, 3 neçə dənəsə say çıxarda bilər. Əgər o elementlərin hansısa birindən burada yoxsa, onda say 0-a bərabər olur və bu şərt ödənmir. Deməli, ən azı bir dənə də olsa, o elementdən varsa, i-dən burada varsa, deməli, 1 böyüdür 0 alınacaq və biz girib burada s-i hesablayacağıq. Deməli, məsələ nədir indi? Dedik ki, for dövrünün bu parametri olan i bir-bir bunların hamısına müraciət edəcək. Deməli, i-nin birinci qiyməti olacaq 3. 3, i-yə deyirsən 3. Yazırsan B count 3. i-nin yerinə 3 qoyursan. Və baxırsan, B siyahısında neçə dənə 3 elementi var. Deməli, count
metodunun arqumentində olan 3'ü B siyahısında sayacaq bu count. Baxırıq, bu siyahıda cəmi bir dənə 3 var. Cəmi bir dənə 3 var. Buradadır. Burada 13'ün tərkibindəki 3 nəzərə alınmır. Çünki 13 ayrıca elementdir. O 3 onun rəqəmidir. Amma ayrıca bir element kimi 3 bir dənə mövcuddur. Və salam B count 3 deməli nəyə bərabər oldu? 1'ə bərabər oldu. 1 böyükdür 0'dan. Deyirsən hə. Hərcə keçirin S hesablayırsan burada. S bərabərdir. S'in ilkin qiyməti burada verilib 0. 0 üstə gəlsin I. i'nin indiki qiyməti, yəni hal-hazırki qiyməti 3'dür. 0 üstə gəlsin 3 bərabərdir 3'ə. Və salam dövr getdi ikinci elementi götürməyə. Gəldi buradan 6'nı götürdü i. Dedi yaxı i bu A siyahısının bütün elementlərini müraciət edəcək. Gəldi 6'nı götürdü. Bu dəfə yazırsan B count 6. Yəni B siyahısının listinin 6 var. Keçirsən B siyahısına baxırsan, görürsən ki 6 yoxdur. 6 yoxdursa, deməli bu B count 6'nın nəticəsi 0 çıxır və 0 böyükdür 0, deyirsən ki yox. Xeyr. 0 bərabərdir 0'a, böyük deyil. Böyük olmadığına görə if'in bu daxilinə girmirsən, yəni S'i bu dəfə hesablamırsan, təzədən qayıdırsan dövrə. Dövrə girirsən. Və dövrə girirsən, i növbəti qiymətini götürür buradan, 7'ni götürür. Yenə yazırsan burada B count 7. B count 7. Yəni B siyahısında neçə dənə 7 var. Baxırsan B siyahısında burada bir dənə 7 görürəm mən. Deməli bir dənə 7 varsa artıq 1, ən azı 1 varsa orada bir dənə varsa, nəticə çıxdı 1, başqası yoxdur, hə 1 dənəsi 1. 1 böyükdür 0'dan, bax burada 0'dan böyük yoxlayırıq. 1 böyükdür 0'dan, deyirsən hə. Hərcə girirsən yenə if'in daxilindəki bu hesabata. S bərabərdir S plus I. S'in axırıncı qiyməti 3 olub. i'nin də indiki qiyməti 7'dir. 3 üstə gəlsin 7 bərabərdir 10. S yeni bir qiymət aldı 10. Və təzədən daxil olduq dövrə. Növbəti qiymətini götürür I. 1'i götürür. Və B count 1'i yoxlayırsan bu dəfə. Yəni B siyahısında neçə dənə 1 var. Baxırsan görürsən ki B siyahısında ümumiyyətlə 1 yoxdur. Deməli bu nəticəsi 0'dır. Deyirsən 0 böyükdür 0'dan. Xeyr. Xeyirdirsə bura keçmirsən. Yəni S bu dəfə yenə hesablanmır. Təzədən qayıdıb girirsən dövrə. Qayıtdın girdin dövrə. I növbəti qiymətini 9'u götürdü. 9 yazırsan B count 9. Baxırsan B siyahısının içində 9 elementi var mı? Yoxdur. Yoxdursa nəticəsi 0'dır. Çünki yoxdursa 0 dənə deməkdir, yəni yoxdur. B count 9 0 çıxır. 0 böyükdür 0'dan, xeyr. Xeyirdirsə yenə bu S-ə girmirsən, yəni S-ə hesablamırsan. Qayıdırsan təzədən dövrə girirsən. Dövrə girirsən, növbət dəfə i-nin qiyməti olur 0. 0. Bu 0 qiymətini götürür. Və yazırsan B count 0. 0'dan B elementinin içərisində neçə dənədir? Yoxdur. Deməli bunun da nəticəsi 0'dır. Və 0 böyükdür 0. Xeyr. Xeyirsə yenə bu S hesabatını aparmırsan. S cəmləmirsən. Gedirsən təzədən dövrə girirsən. Növbəti element 6'dır. i-nin növbəti qiyməti olacaq 6. Və yazırsan B count 6. Baxırsan B siyahısının içində 6 elementi var mı? Yoxdur. Yoxdursa yenə də burada nəticə 0 çıxır. 0 böyükdür 0. Bax 0 böyükdür 0. Xeyr. Buranı yoxlayırsan deyirsən xeyr. Böyük deyil 0. Böyük deyilsə yenə S-ə girmirsən. Nə qədər ki ifdə bu şərt ödənmir, aşağı girmirsən də hesabata girmirsən. Yenə də S-ə getmirsən, təzədən qayıdırsan dövrə. Və nəhayət i-nin sonuncu qiyməti 4'dür. Yəni A-nın bütün elementlərini demişdik ki, i almalıdır. Və A-nın axırıncı elementi 4'dür. Baxırsan ki, B siyahısında 4 elementi var mı? Var. Bir yerdədir. Deməli, B count 4 bərabərdir 1.
və gəlirsən burada deyirsən 1 böyüdür 0, deyirsən hə. Hərçi keçişin S hesablayırsan. S-in son qiyməti 6 idi. Y-nin də axırıncı qiyməti oldu 4. Onun üstüne 4 yazdın, oldu 14. Cavab, bizden de S çıxışa çıxan S soruşur, print S. Cavab 14. Ümidvaram aydın oldu. Növbəti video izahlarda görüşərik. Sağ olun.